Xoş gördük əziz dinləyicilər. Bilirsiniz ki, 8 dekabrda Avropa Birliyi nümayəndələri, yəni Fransa, Almaniya və İngiltərənin başçıları və Zelenski ilə görüş olacaqdı. Və bu görüş də çox maraqlı idi ki, görəsən hansı qərar çıxacaq. Çünki sülh sazişinin məsələsi üzərində müzakirələr gedəcəkdi. Və burada bəlli oldu ki, Ukrayna tərəfi və onun müttəfiqləri bildirdilər ki, qəti surətdə Ukrayna öz torpaqlarından güzəştə getməyəcək. Bilirsiniz, bu bənd ən vacib bənddir və bu bənd olmazsa deyərəm ki, yəni Rusiyanın təşəbbüsləri mənasızdır və Amerikanın təşəbbüsləri mənasızdır. Əsas məsələ odur ki, Ukrayna öz torpaqlarından güzəştə getməyəcəyini tam surətdə bildirmiş oldu. İkinci bir məsələ və çox maraqlıdır, 8 dekabr yenidən Rusiyada perestroika, yenidən qurma, iqtisadiyyatın yenidən qurulması məsələsi gündəmə çıxıb. Bu necə gündəmə çıxıb? Putinin keçirdiyi son iqtisadi iclasda bəlli olub ki, iqtisadiyyatımız bərbad günündədir və məcbur olub ki, yenidən perestroika keçirsin, yenidən qurma keçsin iqtisadiyyatda. Bu elə bir günə təsadüf edir ki, məhz 1991-ci ildə də eyni hadisə baş verdi və SSR dağıldı. Mən demirəm bu Rusiyanın dağılmasıdır, amma biz bunun illərdir deyirdik ki, Rusiya iqtisadiyyatı bərbad gündədir və ona yenidən qurma vacibdir. Bu yenidən qurmaya o Rusiya cəmiyyəti, Rusiya iqtisadiyyatı dözəcəkmi? Bunu əlbəttə ki, gələcək günlərdə görəcəyik. Təşəkkür edirəm diqqətinizə görə.